Salam, 7-ci sinif və yuxarı siniflərdə oxuyan şagirdlər, bu suala baxdığınız zaman donub qalmaq lazım deyil. Bir suala cəhd eləmək lazımdır. A, B, C ədədlər sadə ədədlər və bu ifadə olarsa A plus B plus C cəmini tapın. O zaman cəhd eləməyin birinci yolu buna başlayaram. Aman ha, yerinə ədədləri qoyaraq hesablamayın. Bunu bir cəhd eləyərəm. Nə cəhd eləyirəm? A üstəgəl B mötərizədə vurulsun A çıx B bərabərdir C. Verilən bu ifadə sadə ədədlər. Hasil sadə ədəddir. Sadə ədəddirsə 1 vurulsun C imiş ki, sadə ədəddir. 1 vurulsun C və ya C vurulsun 1 ola bilər. Başqa bir şey ola bilməz. O zaman biz bilirik ki, sadə ədədlərin cəmi 1 ola bilməz. Fərqini yazıram 1. A çıx B bərabərdir 1. O zaman A üstəgəl B bərabərdir C-yə. Biz bilirik ki, sadə ədədlər buradan başlayır. 2-dən 3, 5, 7, 11 bu şəkildə davam edir. 2 dənə sadə ədədim var ki, yalnız o 2 sadə ədəd arasındakı fərq 1-dir. Qalan heç bir sadə ədəddə arada fərq 1 olmur. O zaman məcburdur ki, bu 3 olsun, bu da 2 olsun. 3 çıx 2 1 olduğuna görə A3, B 2-dir. A3, B2 isə yazsam yerinə 3 üstəgəl 2, o zaman C də alınacaq buradan 5. A-nın yerinə yazıram 3, B-nin yerinə yazıram 2, bu da 5. Cəmi olur 10. Bu qədər, bəsit.